Herkese salam, kanalıma ve yeni vloguma hoş geldiniz. Bugün təmizlik vlogu olacaqdı. Gördüyünüz kimi zal köçür. Demək olar ki, gün ərzində 115 dəfə buraları uşaqlar köçürdülər. Evdə körpəsi olan valideynlər məni başa düşəcəklər, heç vaxt qınamayacaqlar. Mən başlayıram işə, sizə isə xoş izləmələr. Xalçaları yumağa vermişdim. Neçə gündür ki artıq gətiriblər. Mən isə hələ indi tərpənirəm onları sərməyə yerə. Mən bunu xalçalar yox idi deyə sərmişdim. Uşaqların belə bir daruşkası var. Daruşka deyim buna, xalça deyim, nə deyim buna. Onu sərmişdim ki, bəs uşaqlar üstündə oynasın, həm də ayaqlarının altı boş qalmasın da. Bugün əslində evi təmizləmək fikrim yox idi. Sadəcə boşluq idi. Dedim xalçaları sərim. Ona görə sadəcə xalçaların altını plisoslayıb siləcəm. Nədənsə yoldaşlar evdə olanda deyirik ki, bəs ağırdır, sən qaldır, amma kişilər evdə olmayanda sanki bir güc gəlir, xalq olursan və demək olar ki, mebeli belə qaldırmaq mümkündür. Hətta bizim bu divanımız belə çox ağırdır, amma ona baxmayaraq mən onu qaldırdım ki, xalçanın altına qoyum, uşaqlar oynayanda ayaqlarının altında sürüşməsin. Yerdə gördüyünüz o xalça qaldı. Onu sərməyəcəm. Əslində zalın xalçası odur. Onu Trendyoldan sifariş etmişdim. Çox gözəldir. Rəngi açıq olduğuna baxmayaraq ləkə falan saxlamır. Əgər düşürsə nəsə şokolad falan uşağın əlindən yerə, nəm salfetka ilə silirsən, olur tərtəmiz. Sadəcə bilmirəm niyəsə keçdim baxdım, yenə bir dənəsində sifariş etmək istəyirdim, amma baxdım ki, ümumiyyətlə satışı dayanıbdı və həmin o satıcıda xalçalar bitmək üzrədir hər biri.
Saçlarımı yığmışdım ki, bəs rahat işimi görüm. O da baxdım ki, yox, sifətim görsənir. Ona görə day açdım, yenə tökdüm. Burada isə xunanı təmizləyirəm. Əslində bu video ilk çəkilmiş videodur. Bunu birinci salmışdım, amma sonra baxdım ki, nəsə baş ayaq görsənir. Ona görə qabağa xalça sərməyi saldım. İndi isə başlayıram xunanı təmizləməyə. Əslində dərin təmizliyi etmirəm. Sadəcə far tuku falan masamın üstünü xlorlayacağam.
Bu çılpan gülləri AliExpress-dən sifariş etmişdim, beyaz olanları. Bu rozvləri isə yoldaşım aldı. Əslində mən sevmirəm təbii gülləri, ona görə yoldaşıma deyirəm ki, mənə alma. O da getdi mənə deməli bu süni rozva çılpanları aldı. Bilir ki, çox sevirəm. Mən də dedim ki, bunları mix edin, bir yerdə qoyum. Çox qəşəng görsənəcəkdir. İndi sonda görəcəksiniz. Həqiqətən də gözəldir. Bu güllərdən mən Sədrəkdə də görmüşdüm. Sədrəyə gedərkən mütləq sizin üçün çəkiliş edəcəm, baxarsınız. Bəlkə də kimsə istəyər almaq. Ona görə çəkəcəm mütləq. İşim tam bitdiyinə görə artıq oturub rahat çay içə bilərəm. Düşünürəm bunu bütün qadınlar edir. İş gördükdən sonra mütləq çay içməlidir. Bura qədər izlədinizsə hər birinizə dərin təşəkkürümü bildirirəm. Məni itirməmək üçün kanalıma abunə olun, dəstək olun ki, mən irəlilərdə daha da gözəl videolar çəkib sizin üçün paylaşım. Hələlik.